30 euro, sadəcə 60 manata Macarıstandan Budapeştə gedirəm. Saat hal-hazırda 8-ə qalır. Yurtdan çıxıram. Saat 9-a qalmış. Flixbus biletim var. Ona çatmaq üçün 1 saat öncədən çıxdım. Çox yaxındadır deyə çox da uzun vaxt sərf vermək istəmədim. O zaman getdik. Gəldim, çatdım Slovakiyaya. Hal-hazırda Bratislavadayam, mərkəzdəyəm. Burada bütün şəhərlərdə olduğu kimi mərkəzdə Christmas market açılıb. Budapeştdən bura təxmini 2 saat 50 dəqiqə falan çatdım Flixbusla. Çox rahat idi. İndi gedib bu Christmas marketə gəzəcəm. Bundan sonra da şəhərin digər yerlərini keçəcəm. Onları da sizlə bölüşəcəm. Yeah, baby. Yeah, baby. Yeah, baby. Mümkün olduğu qədər sizə göstərməyə çalışdım. Bəzi getdiyim yerləri. Çox da səsli video çəkə bilmədim. Amma onu deyə bilərəm ki, ümumi olaraq
Budapeştdən daha bahalı bir yerdir. Viyana'dan ucuzdur, müqayisə eləsəm. Və onu deyə bilərəm ki, çox da böyük bir yer deyil və çox da maraqlı yerləri elə də yoxdur. Var, amma deməzdim yəni ki, digərləri qədər, ən azından Budapeşt qədər, Viyana qədər maraqlıdır. Amma yenə də gəlib görməyə dəyər. Burada da euro istifadə olunur, amma bizdə Macaristanda forintdən istifadə olunur. O biraz fərqlidir. Sırf deyəsən Macaristanda ancaq forintdən istifadə olunur. Amma bütün Avropa ölkələrində bildiyim qədər eurodan istifadə olunur. Və gələndən hələ ki mən bir çox yerə getdim, amma biletdən istifadə eləmədim. Necə? Yəni nəqliyyatdan istifadə eləməmişim hələ ki. Hər yer çox yaxındır. Mən düşünürəm ki, bir dənə qala var, o biraz uzaqdadır. Ora getməliyim. Avtobusla təxminim 20 dəqiqəlik yoldadır. Oradan başqa qalan hər yeri piyada getmişəm. Piyada yaxınlıqdadır hər yer. Çox rahat. Gəzə-gəzə gedirəm. Mən də vaxtım çox olduğu üçün ona görə həm nəqliyyatdan istifadə eləmədim, həm də gəzə-gəzə gedib görmək istədim. Bratislavada ən məşhur, ikonik şeylərdən biri də burada bir dənə kanalizasiyadan çıxan işçinin heykəli var. Onu tapa bilsəm, onu da sizə göstərəcəm. Özüm də yerini dəqiq bilmirəm. İndi baxacam, əgər yaxındadırsa gedib onu da çəkib sizə göstərəcəm. Çox sevinirəm ki, burada uzun zaman sonra Macaristanda olmasın, burada gəldim, məscid tapdım. Düzdür, böyük deyil, minarəsi falan yoxdur. Balaca bir yerdir, otaq kimi deyək, amma məscid kimi bunu formalaşdırıblar. Giriş belədir. Burada yardım üçün ödəniş edə bilərsiniz. Hər şey var. Burada hətta sular var, soklar var. 1.50 eurodur. Heç kəs yoxdur. İstəsə, yəni pulları qoyub götürə bilərsiniz. Burada məscidin içərisidir. Hər şey var. Burada da namazların vaxtları falan yazır. Hətta burada dəstəmaz almaq üçün yeri də var. Belə bir ara küçədədir məscid. Amma yəni bunu tapdığıma çox sevindim. Hətta yəni bütün şəraitlər var idi. Çox rahat istifadə etmək mümkün olur. Küçəsi düzdür, biraz qəribədir. Küçənin ən axırında balaca bir yerdədir. Amma çox sevindim ki, yəni burada belə bir yer var və gəldim tapdım onu. Burada da Bratislavanın ən məşhur heykəli var. Mən Ətror, adı Cumildir. Burada sadəcə işi təmsil edir, bildiyim qədərilə işçiliyi. Burada Prezident sarayı deyilir. Çox da bir teması yoxdur. Sadəcə görüntü olaraq biraz qəşəngdir, amma Budapeştdəki parlament binasının yanında bu heç nədir. Bu da məşhur Bratislava səfərimiz bitdi. Ayrılırıq Budapeştə. Slovakiyadan qayıtdım. Saat gecə 1-in yarısıdır. Yataqxanadayam. Yoldan da belə bir Renault'un diskapanı tapmışam, otağıma aparıram. Bacardığım qədər sizə gəzməli, görməli yerləri göstərdim. Videomu bəyəndinizsə like atmağı, yorum yazmağı unutmayın. Sağ olun, salamat qalın.